erməni siyasi şərhçi Sülh Azərbaycanın şərtləri əsasında həyata keçirilir. Bölgə TV xəbər verir ki, erməni siyasi şərhçi Suren Surenyans Azərbaycanın sülh prosesində üstün mövqedə olduğunu bildirib. Onun sözlərinə görə, sülh Azərbaycan şərtləri əsasında onun tələblərinin yerinə yetirilməsi ilə həyata keçirilir. Bakının son açıqlamaları və Paşinyanın paylaşdıqları bunu təsdiqləyir. Xarici İşlər Nazirliyinin nümayəndəsi Ayxan Hacızadə açıqlamasında Qazax rayonunun 3 kəndi və Naxçıvandakı Kərki kəndinin qaytarılmasının Bakının prioriteti olduğunu qeyd edib. Surenyans vurğulayıb ki, Azərbaycan sülhün yalnız bütün tələblər yerinə yetirildikdə mümkün olduğunu açıq şəkildə göstərir. Onun fikrincə, Paşinyan Artvaşen barədə paylaşımı qarşılıqlı görüntü yaratmaq cəhdidir. Halbuki anklavlar məsələsi uzun müddətdir Bakının tələbləri sırasındadır. Ekspert əlavə edib ki, Paşinyan ya artıq razılaşıb, ya da müqavimət göstərməkdən imtina edib. Surenyansın sözlərinə görə, anklavların qaytarılması Ermənistan üçün təhlükəsizlik və sabitlik baxımından ciddi fəlakət ola bilər. Lakin bu məsələ dövlət maraqları və suverenliyə zərər vurmadan da həll edilə bilər. Rəna Rövşənqızı, BTV.